Rabiha yerbahu kazanmaq mənasındadır. Sonra dalle yadillu dalaleten muzaf feildir. Yəni burada qoşalaşan samit var. Demək dalle yadillu dalaleten sapmaq. Yəni yolunu azmaq mənasındadır. Ticaretun ticarət qazanc. Kənə yakunu kəvnən. Əcvab feildir, köməkçi feildir. Kənə olmaq, yakunu olur, kəvnən olma mənasındadır. Demək, ihtədə, yəhtədi, ihtədəən. Demək, iftəalə modelindədir, iftəalə babındandır. Demək, kökü nədir? Hədədir, hədə. Əl-muhtədi isə iftəalə babının ihtədənin nədir? İsmi failidir. Naqis feillər qrupuna aiddir və hidayət edən deməkdir. Kənə yakunu kəvnən, bunu dedik, oldu və idi mənalarındadır. Sonra əl-muhtədi, ihtədə, yəhtədi, ihtidəən, bunu da dedik. Bugünkü dərsimiz bu qədər. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Sağ ol. Haradasan? Gəlmişəm.